Vəz eləyirdik. Дорогие братья и сестры, если вы помните, сейчас какая серия проповедей мы проповедуем? О молчании. Sükut haqqında, susmaq haqqında. Ruhani artım. Düzdür. Razısınız oyuna? Духовный рост. Согласны с ним? Amma bu günləri biz ruhani artım haqqında danışmayacağıq. Но сегодня мы не будем говорить о духовном развитии. Bu günləri daha çox danışacağıq qərar vermək haqqında. Сегодня мы будем говорить о принятии решений. Gündəlik həyatımızla bağlı yox. Не о тех решениях, которые мы принимаем повседневно. Gəlin açaq Luka müjdəsi 13-cü fəsil 6-9-cu ayələrdə. Давайте откроем вместе Евангелие от Луки, 13 главу, 6 по 9 стих. Sonra İsa bu məsələ danışdı. Bir adamın bağında bir əncir ağacı əkilmişdi. İsa məsələ danışır xalqa. Bu adam gəlib ağacda meyvə axtardı. Amma tapmadı. O bağbana dedi, bura bax. 3 ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs. Nə üçün bu ağac əbəs yerlərə torpağı tutur? Bağbası cavabında belə dedi. Ağa, bir ildə buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır. Gətirməsə, onu kəsərsən. Иисус рассказал народу вот такую притчу. И сказал сию притчу. Некто имел виноградники своем посаженную на смоковницу и пришел искать плода на ней. И не нашел. И сказал виноградарю: вот, я 3-й год прихожу искать плода на этой смоковнице. И не нахожу. Сруби ее. На что она и землю занимает? Но он сказал ему в ответ: господин, оставь ее и на этот год, пока я копаю ее и обложу навозом. Не принесет ли плода? Если же нет, то в следующий год срубишь ее. Məsələn, mən düşünürəm, olduğu kimi aydındır. Yəni, burada qaranlıq heç bir şey yoxdur. Я думаю, что вот эта притча просто легко понимаема, да, чтобы куда-то углубляться не стоит. Понятно. Yəni, aydındır ki, burada bağın sahibi Allahdır. Мы понимаем, что здесь есть сад, и владелец этого сада Бог. Вот, понимаете, да? Və bağban da İsa Məsihdir. А кто виноградарь? Кто садовник? Это Иисус Христос. Əncir ağacı kim idi? А кто же смоковница? İsrail xalqı idi. Это народ Израиля. 3 il idi ki, İsa Məsih orada xidmət edirdi, 3 il idi onların yanındaydı. 3 года он служил ими, был с ними. Allahın qüdrətini görürdülər. Nə bilim, bugün görmədiyimiz möcüzələrin hamısını görürdülər. Они видели силу, могущество Бога. Они видели то, что мы сегодня не видим. Və İsa Məsih onlara bu məsələni bildi ki, görürsünüz, amma bəhrə vermirsiniz. Ага. Иисус рассказал такое, говорит: вы видите, но не приносите плода. Hansı bəhrəni verməlidir İsrail xalqı? А какой же плод должен был принести израильский народ? Onlar axır əvvəl Məsihi qəbul eləməlidirlər ki, o Məsihdir, bizim Rəbbimizdir, xilaskarımızdır. Они должны были признать и исповедать, что Христос Сын Бога Живого, что Он Спаситель, что Он пришел ради них. Yəni Allahın iradəsi İsrail xalqı üçün bu idi, amma onlar nə etdilər? Bəhrə vermədilər. Что Божья воля была на это, но они что? Они не принесли плода. Və bağın sahibidir ki, bu yer tutur burada. И владелец этого всего сам сказал, что это занимает здесь место. Bəhrə vermirsə, kesin tullayın, lazım deyil. Не дает плода, надо срубить, выкинуть отсюда. Allah gec-tez bəhrə verməyən imanlını və yaxud ki, imansız hansı ki, hələ qərar vermir, kesib tullayır. Бог рано или поздно, может быть, верующих, а иногда тех, кто не принял решение идти к Богу, Он срубает. Biz Allah'a öyrətmişik, sevgi doludur, səbirlidir, rəhimlidir. Мы учили о том, что Бог любящий, терпеливый, долготерпеливый, милосердный, наполнен благодатью. Amma görəndə ki, nəticə yoxdur, Но когда нету результата, Allah çıxartır. Господь срубает. Bu mətin təkcə İsrail xalqı üçün çağırış deyildi. Bu mətin insana, hər bir insan üçün çağırışdır. Это не только вызов израильскому народу, это каждому из нас вызов. Allahın sözü çox ciddi sözdür, hansı ki, üzərində düşünmək lazımdır. Слово Божье Çox ciddidir. Слово Божье очень серьезное.
имеет серьезный смысл. Нам нужно задуматься об этом. Allah heç zaman öz sözlərinə zarafat eləmir, havaya buraxmır, boş-boşuna demir. Слово Божье, оно не бывает пустым или в шутку. Оно имеет серьезность. Və bugün bizim vərzimiz təlim vərzi deyil. Сегодня у нас не будет богословское, может быть, учение. Biz sadəcə bu günləri düşünək və qərar verək həyatımız А haqqında. мы сегодня будем размышлять и принимать решения для нашей жизни. Bu aralar nə qədər insanlarla görüşürəm, danışıram, yəni çox mat qaldığım bir şey var. Я продолжаю встречаться с людьми, это мое любимое дело, вот, и я поражен. Görürəm ki, hələ də insan qərar verə bilmir. O bəhri hansı ki verməlidir İsa üçün, bu qədər şeylərdən sonra hələ də verə bilmir. Я поражен тому, что люди еще не могут принести плод, хотя они видят столько вещей, что делают плод. Kiməsə çoxdan gəlir gedir kilsəyə. Кто-то уже давным-давно уже пребывает в Церкви Божьей. Kimsə özünü müəyyən qədər imadlı adlandırır. Кто-то в определенной мере называет, да, называет себя верующим в Иисуса Христа. Kimsə öz ki, illərlə gəlir ki, hələ mən qərar verməmişəm. А кто-то уже годами говорит, я еще не принял решение. Bəlkə artıq bir qərar vermək vaxtıdır. А может быть уже время наступило принять решение? Allah gözlədiyi tövbə var idi. Allahın gözlədiyi tövbə var idi. Господь ожидал определенного покаяния. Allah bunu hamımızdan gözləyir. Господь ждет от каждого из нас этого. Həqiqətən insanın ardıcan gedirsən? На самом ли деле ты следуешь за Иисусом? Yoxsa sənə sadəcə bu kampaniya xoşuna gəlir? Или тебе просто nравится вот эта компания, место, атмосфера? Bir insan var idi, çıxıb burada tövbə də eləmişdi. Был такой человек, который вышел и здесь даже покаялся. Sonra mənim qaynatam həmin həbs olunan gün. В тот день, когда моего свекра упекли за решетку. Mən həmin gün onunla görüşmüşəm, söhbət edirdim və danışdım, deyim, mən əslində İsa'ya iman eləməmişəm ki, sadəcə mən bu kampaniya xoşuma gəlir, bu insanlar xoşuma gəlir, mən də gəlib gedirəm. Ага, и он потом мы с ним встретились, и он сказал, я хочу признаться, на самом деле я не уверен в Иисуса, а я больше люблю это место, этих людей, которые находятся здесь. Bir əfsuslar olsun ki, belə münasibət bir çoxlarından görmək olur. К сожалению, это такое отношение можно увидеть у многих. Bir qız var idi əvvəl neçə il öncə gəlib gedirdi və ibadətə biz ad vermişdik, parti. Саид никак не может спросить. Была девушка, хорошая девушка, приходила сюда, и, к сожалению, она назвала это место местом, где проводятся вечеринки, пати. Təsəvvür etsin, biz hər həftə gəlib onun üçün oxunan ilahilər, danışılan sözlər, hamısı bu partidir, əyləncədir. Все эти песни, которые мы поем, проповедуем, все это была определенная вечеринка. Bəlkə İsrail xalqı üçün də İsa'nın elədiyi şeylər belə idi. Может быть, для израильского народа то, что делает Иисус, тоже была вечеринка. İsa'dan alsınlar, amma lazım olan bəhrəni verməsinlər. То есть вы возьмете, что дает Иисус, а определенно, ну, какая на вечеринке? Və kəlama baxanda çox aydın görünür ki, onlara nə mane olurdu İsa'nı qəbul etməyə. Если смотрим внимательно Слово Божье, мы можем увидеть, что на самом деле мешало следовать за Христом. Ən sadə bir şeylərdən biri qorxu idi. Самое простое. Им было страшно, они боялись. Bir çox insan üçün o dövrdə, elə indiki dövrdə qorxu böyük bir bariyerdir ki, İsa'ya tam hə desin və İsa'nın ardınca getsin. Что тогда, что сегодня, то же самое, их преследовал страх. Страх сказать, что да, я верю в Тебя, Христос, что ты для меня. Onlar üçün başqalarının əməlləri, başqalarının fikirləri, münasibəti İsa Məsihdən daha vacibdir. Для них, как сегодня, их решение, мысли, что подумают, было важнее последовать за Христом. Onlar qınanmaqdan, qovulmaqdan qorxurlar. Они боялись осуждения, они боялись İzgoy, можно сказать. изгнаний, спасибо, они боялись вот этого. Bu həftənin əvvəli kəlamı oxuyanda, Когда я в начале недели читал Слово Божье, Lukanın müjdəsini oxuyanda heç vaxt fikir vermədiyim, diqqətlə fikir vermədiyim bir şey fikir verməyə и başladım. вот я читал Евангелие от Луки, и почему-то раньше это не заметил, но Бог в этот раз обратил мое внимание на эти места. Paralel olaraq baxdım, Matta'da eyni sözləri И deyir. я обратил внимание, в Евангелии от Матфея похожие слова. Yazılı burada ki, axşam olanda Когда наступил вечер, onlar bütün xəstələri, cinə tutulmuşları, şikəstləri İsa'nın yanına götürdülər. они приносили всех больных, бесноватых к Нему. Çox maraqlıdır ki, axşam olanda bu söz keçir. Вопрос. Очень интересно. Когда наступил вечер, они это делали.
Niyə axşam? Почему вечером? На работе. Kimsə işləyir, qəşəng cavabdır. Aha. Кто-то на работе был. Ага. Bəlkə səhra isti deyə ona axşam götürürlər. Ну, пустынное место. Жалко, куда нам идти? Amma əslində problem nədə idi? Həmin gün şənbə günü idi. Читаем мы дальше, мы видим, что тот день был день субботний. Yəni onların Yahudilərin 7-ci günü idi. То есть для них, для израильтян был 7-й день. Və onlarda gün bizdəkindən fərqli cür davam edir. Bizdə səhər açılanda gün başlayırsa, onlarda axşam qaranlıq düşəndə növbəti gün başlayır. Ага. Я, может быть, упустил, у вас начинается утро, когда восходит солнце, у них начинается утро, когда... День. День. Когда... Axşam zakat başlayanda, то есть у них закат завершился, ага, переступаем на следующий день. təsəvvür bu adamların xəstələri var, ölümcül xəstələri var, problemləri var. Amma onlar ancaq şənbə günü, o şabat günü qutarandan, hava qaranlığından sonra götürürlər, növbəti gün üçün То götürürlər. есть у них есть больные, у них есть нужды, у них есть бесноваты, есть. Но они ждали, когда закончится день субботний, то есть вечер, и вот они тогда приносили. Səbəbi nə idi buna? А причина? Çünki cəmaatda, rəhbərlərdə başqalarından qorxurdular. Конечно, там люди смотрели, boялись они этого. Ayda, mənə nə deyərlər? Мне что скажут? Mən şənbəni pozmuşam. Я нарушил субботу. Qoy evimdəki xəstə ölsün, eybi amma ki, deməsinlər ki, o şabatı pozub. Nичего, если он умрет. Самое главное, что мы субботний святой сохраним. Bəs siz necə rəftar eləyərdiniz sizdə belə vəziyyət olsaydı? А как бы вы поступили, если у вас такое было? Bu günlər çox insanlar İsa'ya gəlməkdən qorxur ki, kənardakılar başqaları nə deyər? Сегодня многие боятся прийти к Иисусу, потому что, а что скажут со стороны? Как поймут? Bu yaşdan sonra mən gedim xristian olum, məsihçi olum. После такого статного моего возраста, я что, буду христианином, что ли? Вы что? Çox maraq ki, narkoman olan, əxlaqsız olan, pozğun olan heç narahat deyil bu yolla getməyə. Amma məsihçi olmağı olan cəmaat nə deyər? Значит, быть наркоманом, гулять туда-сюда, употреблять нехорошие вещи, быть непослушным родителям, не уважать общество, никакого переживания. Но стать христианином, да ладно, что же скажут люди? Əbədi həyatda, düzgün həyata gəlməyə ayıbdır cəmaatdan. Amma murdar həyat yaşamaq ayıb deyil. Прийти в вечность с Господом, быть с Господом, совершать правильные вещи. Нехорошо как-то. А вот жить грязной жизнью, это для нас. Hansı daha düzgün olardı? А что правильнее? Bəs sizi nə saxlayır həqiqətən hə deməyə İsa'ya? А что вас останавливает сказать да, Иисус? Kimdən qorxursan? А кого ты боишься? Nələrdən qorxursan? От чего ты боишься? Nə vaxta kimi qorxacaqsan? До какого времени? O qorxduğun adamlar həyatında problem olanda heç biri yaxın dayanmır adama. Когда у тебя будут те люди, которых ты боишься, наступят сложные времена, они даже не придут к тебе. Heç kəsə lazım olmursan. Потому что ты никому не нужен будешь. Sənin xeyrində, şərində ancaq qonaq kimi gəlib gedirlər. Когда у тебя есть счастье и сложности, они как гости приходят и уходят. Amma sən də qorxursan ki, onlar nə deyər? Но ты сам боишься, а что же они скажут? Niyə öz xeyirdualı, niyə öz xoşbəxtliyi, niyə öz həyatını məhv edirsən başqalarının fikirlərinə görə? Почему ты упускаешь благословение, радость, мир ради чего-то мнения? Biriləri üçün başqalarının fikirləri dəyərlidir, bir başqaları üçün başqa şey dəyərlidir. Ага, для кого-то чужое мнение важно, для кого-то другие ценности. Kimləsə bu dünyanın şöhrətini, şərəfini, var-dövlətini çox sevir. Кто-то любит в этом мире славу, деньги, расположение. Dəfələrlə görmüşük ki, İsa kəlamda insanlar deyir, ardımca gəl. Много раз мы видим Слово Божье, как Иисус говорит, следуй за мною. Amma onlar yox cavab verirlər. Но они говорили нет, Çünki mənfəətlərini görmürdülər. потому что они видят, а выгода какая? Bir dəfə bir gənc dini xadim gəlir İsa'ya deyir ki, ey yaxşı müəllim, mən nə edə bilərəm ki, əbədi həyatım olsun? Мы помним молодого юноша, который пришел и сказал, учитель, что мне сделать, чтобы последовать? İsa ona deyir, qanunu bilirsən. Иисус говорит, ты знаешь закон, Zina etmə, oğurluq etmə, yalan danışma, не прелюбодействуй, не обманывай, ata-anana hörmət elə. уважай родителей, не воруй. Həmin adam bu şeyin hamısını uşaqlığımdan riayət edir. Он говорит, веришь? Я с самого детства это все исполняю. İsa deyir, doğrudan. Иисус говорит, на самом деле. Onda sənə bir şey çatmır. И сказал, единственное тебе не хватает. Hər şeyi sat, gəl mənim ardımca. Он говорит, продай все.
Следуй за мной. Payla cəmaata, heç nə olmasa gəlmən vardı. Растай всем, оставь все, что тебя останавливает, следуй за мной. Həmin adamı kəlam ki, dərin bir kədər bürüdü. Написано, что его охватила глубокая грусть. O adam seçim qaldı. Əbədi həyat, yoxsa bu dünyada sevdiyi o şeylər. Потому что он остался перед выбором, следовать за вечностью с Иисусом или лишиться всего этого. Mən fikirləşim, niyə axı bu sualı verdi bu adam? Nə vadar elədi ki, o belə bir sual versin Но saya? я задаюсь вопросом, ну что ему мешало, ну зачем он спросил у Иисуса вот это? Mən açığı cavabım yoxdur bu У şey. меня нет ответа на это. Çünki öz-özlüyündə qanuna riayət edirdi. Потому что сам он исполнял Божий закон. Kəlama görə dini xadim idi, rəislərdən biri idi. Он был духовным человеком, религиозным человеком. Bəlkə də İsa'dan sadəcə tərif almaq istəyirdi ki, eşitsin ki, İsa deyir ki, düz sən cənnətliksən, sən 100% əbədi həyatın var. Может быть, он хотел получить само одобрение об Иисусе, когда бы он услышал, что он такой, да ты красавчик, да ты впервые всех войдешь в Божий дом. Amma İsa'dan gözləmədiyi şey eşidir. Но он услышал то, возможно, чего не ожидал услышать. İsa deyir, sənin üçün dəyərli olan nədəsində? Иисус его спросил, что же для тебя на самом деле является ценностью? Həqiqətənmi sən Allaha itaət etmək istəyirsən? На самом ли деле ты готов полностью послушаться Господа? Həqiqətənmi sən əbədi həyatda yaşamaq istəyirsən? На самом ли деле ты хочешь жить вечной жизнью с Богом? O İsa demişdi, yaxşı müəllim. Он сказал учителю, хороший учитель. Doğrudanmı mən sənin üçün yaxşı müəlliməm? На самом деле я хороший учитель для тебя. Sənin üçün nə vacibdir həyatda? Что для тебя является ценностью в этой жизни? Və marası bu eyni şeydə bugün davam edir. Bugün də insanlar həyatlarını İsa'ya verməyə cəhd eləmirlər. На самом деле это происходит со всеми нами сегодня. Люди не хотят отдавать свои жизни Иисусу. Görürsən onların sevdası nədir belə? Nə onları saxlayır da belə? Что же их останавливает? Да что же их так держит, что они хотят это делать? Allahdan, əbədi həyatdan dəyərli nə ola bilər axı sənin üçün? Что может быть ценнее Бога и Божьей вечности, которую Он дает быть с Ним? Что? Bilirsiniz, bu məsələdə maraqlı olan nədir? Ağac bağda idi artıq. Чем? Ağac bağda idi. Что самое интересное в этой? Что дерево уже находилось в саду, оно было в саду. Ona qulluq olunurdu. Обратите внимание, за ним ухаживали. Bəlkə budanırdı, sulanırdı, gübrəsi verilirdi. И навоз давали, и копали, и орошали, и поливали, и срезали. Bağbanın bir başı özü İsa idi. Потому что сам садовник виноградарь был Иисус. Ən yaxşı bağban odur. И он считается самым лучшим. Amma söhbət ona gəlir ki, bu qədər onun üçün olundu, bu bəhrə vermədi. И интересно, что после стольких ухаживаний от самого лучшего садовника дерево так и не принесло плод. Çox insanlar üçün də belədir. И для многих людей это так же. Bu kilsədə Rəbb onlar o qədər sevgi göstərir. Господь так заботится в этой церкви о людях. O qədər ona İsa dualarına cavab verir. Отвечает на его молитвы. O qədər onun üçün kəlamın fərqli yerlərini izah edir. Объясняет ему в стольких местах Писания, что значит это. Amma hələ də bu insan qərar verə bilmir. Но этот человек пока не может принять решение. Çünki onun üçün başqa dəyərli olan şeylər Потому var. что у него есть то, что он решил, что это важнее, ценнее. Çünki İsa'nın ardınca yəni sən 100% nəyisə verməli olacaqsan. Потому что когда мы принимаем решение следовать за Иисусом, мы должны что-то оставить. Yox deməli şeylər var, sən onları mütləq yox deməlisən. Что-то придется сказать, чему-то нет. И это будет 100%. Hansı işə yox deməli ola biləcəksən? Может быть, какой-то работе, реальной работе придется сказать нет. Həqiqətən yox deməli olacaqsan. Pulun kesiləcək, çörəyin kesiləcək, amma sən onu deməlisən. Может быть, средства каких-то финансов, может быть, по еде будут трудности, может, по привычкам. Hansısa vərdişlərə yox deməli olacaqsan. По привычкам придется сказать нет. Hansısa sevdiyin oğlana, sevdiyin qıza yox deməli olacaqsan. Придется, может быть, сказать своей возлюбленной нет, потому что... Həyat yoldaşlarına yox ha. Я не говорю о ваших супругах, да. Çünki çox şeylər var həyatımızda ki, biz onları mütləq dəyişməli olacaq. Потому что будет столько вещей в жизни, которые, когда мы последний так, придется поменять. Kimsə egoistliyinə yox deməli olacaq. Кто-то скажет нет, должен будет сказать нет своему эгоизму отныне. Kimsə qüruruna yox deməli olacaq. Отныне должен будет сказать нет своей гордости.
Kimsə əxlaqsızlığına yox deməli olacaq. Безнравственности нужно будет сказать нет. Nələrsə yox deməli olacaqsan. Нужно будет сказать чему-то нет. Çünki mümkündür ki, sən İsa'nın şagirdi olmağa hə deyəsən və sonra da eyni həyata davam edəsən. Невозможно стать учеником Иисуса и продолжать жить прошлой жизнью. Bu nə deyər? Но это того стоит. İsa günaha qalib gəlmək üçün öldü. Потому что, чтобы Иисус победил этот грех, Он отдал свою жизнь. Və əgər sən onun uğrunda öldüyü günahı görə hələ onu əzizləyib saxlayırsansa, sən İsa'nın şagirdi ola bilməyəcəksən. Ага. Но если ты не ценишь это и не принимаешь это, продолжаешь это делать, Və əzizləyib saxlayırsansa o günahı, и ты держишься за него, ayrılmaq istəmirsənsə o не günahına, хочешь от него отдалиться, даже не пытаешься, deməli ya hələ müjdəni başa düşməmisən, или ты не понял ту смерть на кресте, не понял радостную весть для себя, ya da günah sənin üçün Məsihdən daha üstündür. или же вот это то, что ты любишь и ценишь, вот этот грех, он для тебя важнее, чем Христос. Sənə nə mane olur həqiqətən İsa'ya həyatı verməyə? Что тебе мешает на самом деле открыть свою жизнь Христу? Nə vaxtıycan o sənin üçün əslində dəyəri olmayan, səni yarı yolda qoyacaq şeylərdən yapışacaqsan. Ага. До какого времени ты будешь держаться за то, что не вечно и обрывчато? Məsih səndən qətiyyət tələb edir. Məsih səndən qətiyyət tələb edir. Господь ожидает, Христос ожидает от тебя решения. Hə, yox. Или да, нет, нет. Onu mən təyin eləmirəm vaxtı, amma o dediyi təyin elədiyi vaxt var. Hər kəs üçün bir vaxt təyin Это edir. не я определяю это время, это там сказано, что наступит время. Luka müjdəsində bir dənə maraqlı yer var. Еще есть одно место очень интересное, Евангелие от Луки. İsa'nın ardınca minlərlə insan gedirdi. За Христом шло тысячи людей. İsa bilirsin nə deyir o xalqa? Что же Христос им сказал? Aça bilərsən? Пожалуйста, открой. İsa ilə birlikdə böyük izdiham yolu gedirdi. İsa dönüb onlara dedi: Kim mənim yanıma gəlib ata-anasını, arvad uşaqlarını, bacı qardaşlarını, hətta öz həyatını məndən üstün tutsa, mənim şagirdim ola bilməz. Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəslər mənim şagirdim ola bilməz. С ним шло множество народа. И он, обратившись, сказал им: если кто приходит ко мне и не ненавидит отца своего и матери своей, и жены, и детей, и братьев, и сестер, а притом и самой жизни своей, тот не может быть моим учеником. И кто не несет креста своего и идет за мной, не может быть моим учеником. Bu ayə böyük bir filtr ayəsidir. Это местописание является сильнейшим фильтром. İsa deyir ki, kim mənimlə, kim mənlə deyil. Иисус здесь очень ясно говорит, кто со мной, кто нет. İsa elə eləmədi ki, gördü ki, böyük izdiham gəlir, demədi, nə yaxşı qalsınlar mənimlə, mənimlə də getsinlər. Haçansa düzələrlər, haçansa dəyişərlər. Иисус не просто увидел народ и вау, классно, у меня такой за мной народ, ничего, потихонечку, пофиг с ними справиться. Çoxlarının axtardığı movementdə, hərəkatdır, kütləyə insanlar isə hardacan gedirlər. Мы бы, может быть, люди, которые любим движение, увидели, сколько мы сказали, да ладно, ничего страшного, зато вместе. İsa elə eləyə bilər ki, biraz da onların ürəyi onlara bağlansın. А? İsa elə eləyə bilər ki, biraz da onların ürəyi ona Иисус bağlansın. мог бы еще пару вещей бы сделать, чтобы точно он тот. İsa isə böyük izdihamı görür və dönür onlara bu sözləri deyir. А он видел множество народа, обернулся и им сказал. Deyir ki, əgər məndən üstün həyatda kiminsə varsa, mən şagirdim ola bilməzsən. Он говорит, если кто-то важнее есть меня в этой жизни, для вас, вы не можете быть моим. İsa deyim, çarmıqlı götür, ölümlü gözə al, mənim ardımca gəl. Он говорит, возьми свой крест, представь смерть, которая тебя ждет, и следуй за мной. O səndən özünə qarşı yaxşı münasibət istəmir. Он не ожидает от тебя хорошего отношения к себе. O sənin tolerant olmağını da istəmir. Он не хочет, чтобы ты был просто толерантный. O sənin simpatiyanı da istəmir. Он даже не ожидает от тебя какой-то симпатии. O sənin yarımçıq müəyyən qədər həsr olunma da gözləmir. Он не ждет от тебя чуть-чуть посвящения. O istəmir ki, sən onun həyatını, o sənin həyatına gəlsin və sən onun həyatında rəflərdən birində yanasan. Он не хочет, чтобы прийти в твою жизнь и находиться в одной из твоих полок. Bu mənim dini həyatımdır, bu mənim universitet həyatımdır, bu mənim iş həyatımdır, bu da mənim İsa həyatımdır. Чтобы не было в вашей жизни, вот это университетская жизнь, это как я с друзьями отдыхаю, а это социальная жизнь, а тут вот на этой полке иногда есть духовная. İsa deyir, ya mən, ya heç kim. Иисус говорит, или я, или никто. Məni heç kəsin yanına heç nəyinə müqayisə edə bilməz. Меня ни с чем невозможно сравнить.
Mən, ya heç nə. Или я, или ничто. İsa bizim qətiyyətli olmağımızı istəyir. Господь хочет, чтобы мы были решительными. Ya məni tam qəbul elə, tam mənə həsr ol, tam mənim şagirdim ol, Или ты стань полностью, прими меня, полностью стань моим учеником, ya da özünü aldatma. или не обманывай себя. Çünki gec-tez yaşlı görsənsən belə, gözlərindən bəhri yoxdursa səndə, çıxartıb atılacaqsan. Потому что рано или поздно, если не принесет плода, оно будет срублено. Dəyərmi İsa'ya bu cür həsr olmaq? Вопрос, стоит ли так посвятить свою жизнь Христу? David Livingstone, eşitmişsiniz bu adı? Мы возможно слышали Məktəbdə eşitməmiş olmazsınız. Дэвид Ливингстон. Elm dünyasında o kəşflərlə məşğul idi. Один из был изобретателей учености. Həkim kimi eşitmişsən onun haqqında David Livingstone. Geoloq idi Afrikada, Был геологом в Африке, filoloq idi. был филологом. Afrika xalqlarının dillərini öyrənirdi. Dil tərcümələrinə məşğul olurdu. Народов Африки. Занимался переводом. Afrikada çoxlu elmi kəşflər edirdi. Был открывателем новых вещей. Siyasətdə, iqtisadiyyatda, sosiologiyada quldarlığa qarşı ən öndə gedən mübarizələrdən biri idi. В социологии, в экономике был один из представителей первых, кто был против rабства. 19-cu əsrdə yaşayırdı bu adam. Жил в 19 веке. Bütün bu şeyləri elədiyinin bir səbəbi var idi. И почему он все, что я перечислял, делал? Причина. Çünki o müjdəçi idi, misioner idi. Потому что он был проповедником, он был благовестником. Hər sahə o adamı özünü tətbiq edir, amma sadəcə məsihçi idi və Afrikada yaşayıb insanlara müjdəni çatdırır. Он везде себя посвящал и служил народу Африки. Amma problem ondadır ki, bu adamın həyatı təsvir olmaz dərəcədə çətin idi. Но если обратить внимание, его жизнь, то не представляете, какая сложная. Və insani meyarlarla onu ölçsün, deyərsən ki, bu insan qurban verirdi hər şeyə. Если его измерить нашими критериями, то он, мы можем сказать, супер жертвенный. Böyük imperiyalara qarşı mübarizə apardı quldarlığa görə. Он боролся против большой империи, против rabства. Yəni o dövrdə bilirsiniz bu nə deməkdir? Вы понимаете, должны знать. Əgər indi Afrika yaşanılası yerdə ölsə, təsəvvür 19-cu əsrdə ora necə idi? Nə su var, nə şərait var, heç bir şey yox idi. Если сейчас Африка является не самым удобным местом для проживания, то в 19 веке это было еще хуже. O həkimliyi onun özünün daima xəstələnməyindən irəli gəlirdi. Hamının xəstəliyindən irəli gəlirdi. Вот, то есть если мы говорим о его врачебном состоянии, то он вообще сам часто болел. Onun kəşfləri sayəsində olurdu ki, gedirdi, azırdı, itirdi Afrikada və onu sonra gəlib tapmışlar 1871-ci ildə Tanzaniyada bir cəngəlliyin içində. Он, хоть и был открывателем, сам потерялся, его потом нашли в Танзании. Bunlar hamısı müjdə uğrunda edirdi. А почему все это, да? Просто сам гулял. Нет, все это он делал для того, чтобы рассказывать людям о Боге. Bundan əlavə yoldaşı xəstələrə bölünmüşlər bu səfərlərdə. Даже если все это убрать, его жена умерла там. Özü də axırda malyariyadan, ağır xəstəlikdən dünyasını А dəyişdi. сам там потом умер от тяжелой болезни. Ölməmişdən qabaq ona sual verirlər ki, dəyərmiydi bu qurbanlara? И вот, знаете, при смерти его спросили, а стоило ли этих жертв вот это все? O məşhur cavabını verir. И он дал очень известный ответ. Qurban? Он сказал, жертва? Mən nə qurban vermişəm ki? Он говорит, а какую я жертву здесь дал? Qurbanı verib İsa. Он говорит, самую большую жертву Христос заплатил. Eyni şey də bu bizim həyatımızdadır. То же самое в нашей жизни. Biz nəyi yox desə, nəyi heç saysaq bu qurban olmayacaq heç vaxt. Чему бы мы не сказали или отказались, это даже не жертва. İsa Məsih Allah idi, insan oldu ki, səni məni xilas eləsin. Иисус был Богом, стал человеком, чтобы тебя, меня спасти. Bədən aldı ki, ölə bilsin. Принял образ человеческий, чтобы нас спасти. İnsan kimi yaşadı ki, sən başa düşəsən ki, insan kimi yaşamaq necə bir şeydir. Прожил жизнь человеческую, чтобы мы посмотрели и видели, как надо жить человеческую жизнь. O yaşadı ki, başa düşəsən ki, o səni başa düşür. Он прожил часть жизни, чтобы ты увидел, что он понимает тебя, потому что он был человеком. Əmin ol, öldü ki, əmin olasan ki, o səni sevir. Он умер на кресте, чтобы ты был уверен, что он тебя любит. Öldü ki, səni xilas edə bilsin. Умер там на кресте, чтобы ты знал, что он спас тебя. Dirildi, qayıtdı ki, sübut eləsin ki, mən dediyim, etdiyim hər şey sənin üçün idi. Воскрес, снова появился среди людей, чтобы показать, что все, что я вам говорил, это правда. Bəs onun etdiklərinin yanında sənin üçün nə müqəddəsdir, nə dəyərlidir? Вот все, что он сделал, что перед ним,
для тебя что? Sравnение. Сравнение. Что для тебя является святым? Niyə hələ də qərar verə bilmirsən ki, bir dəfəli mən İsa'ya aidəm və bu şeyləri yox deyirəm, çarmıxımı götürüb onun Почему ardınca ты не gedirəm? можешь принять решение и сказать, я отношусь к Иисусу Христу, я отказываюсь? Nədir səni saxlayan? Что же тебя удерживает? Niyə keyf istəyəni kilsəyə gəlib keyf istəyəni gedirsən? Почему же ты, когда желаешь, приходишь, участвуешь в собрании Божьем, когда желаешь? Niyə keyfin istəyəni kəlam oxuyursan, keyf istəyəni dua edirsən? Когда у тебя есть желание, ты читаешь Слово Божье, молишься, когда нет, не делаешь. Niyə müjdədən qaçırsan? Почему ты убегаешь от благовестия? Nə etməlidir İsa sənin üçün ki, daha sənin ardınca getməyə qərar Что versən? же он еще должен сделать для тебя, чтобы ты полностью посвятил свою жизнь ему? Nə mane olur sənə? Что же тебе mешает? Nə ola bilər ondan dəyərli? Что может быть ценнее его, Иисус Христа? Ola bilər ki, əncir ağacı kimi sən də səbir və ya qulluq dövründəsən. А может быть, ты как сейчас инжировый смоковница, возможно, период такого заботы. Az qalıb. А может быть, sabir. Səbir, Allahın səni səbir Может dövrünə. быть, у тебя сейчас такой период, когда терпение Божие. Çünki Allahın səbir kasası deyilən bir şey var. Потому что у Бога тоже есть чаша терпения. Kəlamdır ki, Allah bəhrə verməyən hər ağacı, hər budağı kənarlaşdırır. Потому что Писание явно говорит, любое дерево не приносящее плод, срубается, выкидывается в огонь. Allah səni xoşbəxt olmaq istəyir. Господь же хочет, чтобы ты был счастливым. Allah istəyir səninlə əbədi həyatı olsun, sən onunla bir yerdə yaşayasan. Господь хочет, чтобы ты с ним провел вечную жизнь вместе. O dəyərli tutduğun günahları, vərdişləri sənin həyatından çıxartıb daha yaxşı şeylər vermək istəyir Все, sənə. что ты ценишь грехи или жизнь, чтобы он убрал жизнь и дал тебе лучшее. O bilir ki, sən əsl sevgini hələ başqa yerdə dadmamısan. O sevgini dadmağı istəyir. Ага, он знает, что ты еще не познал на самом деле настоящую любовь. Он хочет тебе дать настоящую любовь. Və səndən bu gün qərar gözləyir. И сегодня он ждет от тебя. Səndən indi qərar gözləyir. Сейчас он ждет от тебя. Hələ öyrənməyi və haçansa cavab tapmağı gözləmir. Он не ждет, когда ты еще чуть-чуть научишься, еще чуть почитаешь и узнаешь и примешь. Нет, он сейчас ждет. Çünki hər saniyə sənin əleyhinədir. Потому что каждая секунда работает сейчас на тебя. Yetərincə eşitmirsən, yetərincə bilirsən, yetərincə görürsən, Достаточно услышал, достаточно увидел. qərar vermək vaxtıdır. Время принять решение. Ya heç kəsdən heç nədən qorxmayıb, sevdiyin şeyləri yox deyib, Məsihə deyəcəksən, xoşbəxtlik sevgini dadacaqsan. Или ты примешь решение, последуешь за ним, скажешь этим страхом нет, или любви, вещь, которая тебя отвлекает и мешает. Və ucalmağa layiq olanı ucaldacaqsan. И тот, кто достоин не вознесения, а превознесения, превознесет тебя. Ya da ki, Или же, həyatı və özəl heyvə yaşayacaqsan. или будешь жалеливо. Жить против себя. Да, да. Var səndə bu cəsarət? Есть ли у тебя эта смелость? Məsihə həqiqətən hə edəcəksən? Скажешь ли ты на самом деле Христу да? Yoxsa hələ də düşünəcəksən? Или же подумаем еще. Bu günləri bu barədə danışırıq ki, Сегодня мы говорим об этом, потому что danışdığımız kimi qətiyyətli olaq. мы должны быть решительными. Məsihçi kəlam deyir ki, əbədi həyata gedən yol dardır. Потому что сам Христос сказал, что путь, ведущий к небесам, узок. Dar yolda gedəndə də çox şey gələ qoyasan ki, rahat gedə biləsən. А чтобы пройти по этому узкому пути, с собой не возьмешь много. Поэтому многое нужно оставить. Bu həyatda qazandığımız çox şeyin əbədi həyata apara bilməyəcək. Все, что в этом мире, возможно, мы заработаем, мы даже не унесем с собой. Amma bu həyatda bəzi şeylər var ki, onları qazansaq özümüzlə apara biləcəyik. Но есть вещи, которые мы заработаем, и сможем заработать в этом мире и унести с собой. Biz Məsihlə gedəcəyik əbədi həyata. Мы пойдем со Христом в вечную жизнь. Bu həyatda əgər onunla qazandıqsa, onunla olduqsa əbədi həyata onunla gedəcəyik. Если мы с Ним получили, за Ним последовали, мы будем с Ним. Biz onunla o əbədi həyatı, onun bizə verdiyi xarakterlə gedəcəyik. Ага, мы пойдем с Ним в вечность, с характером, который Он даст нам. Biz əbədi həyata onun bizə verdiyi bacı qardaşlarla gedəcəyik. Мы пойдем в вечность с братьями и сестрами, которые Он дал нам. Biz əbədi həyata onun bizə verdiyi xidmətlərin uğurları ilə gedəcəyik. Мы пойдем на небеса с успехами в служении, которое Он нам дал.
Amma bugün bir çox şeylər ki biz yapışmışıq, onlar bizə kömək eləməyəcək əbədi həyat. Но есть вещи, за которые мы цепляемся, они нас никуда не отведут. Gəlin qərar verək. Давайте примем решение. Ya İsa ardıcan gedirik, ya dünyanın ardıcan. Или мы следуем за Христом, или следуем за этим миром. Gəlin dua eləyək. Давайте помолимся. Ya Rəbb İsa, çox çətindir bu rəngarəng, qarışıq bir dünyada sənin səs eşidib sənin ardınca getmək. Bizi çox şeylər cəzb eləyir, çox şeylər parıldayır bizim üçün və biz fikirləşirik ki, hə bu yaxşıdır, bu gözəldir, bununla gedim yəni. Amma bunlar aldadıcıdırlar, yəni bunlar insanı çaşdırır, aldadır, səhvə yönləndirir və əbədi həyatımızı alır bizdən. Ya Rəbb, yalvarıram səni, qoy sənin ardınca getməkdə qətiyyətli olaq. Sənə hə deyiriksə tam hə deyə, ya Rəbb. Sənə həyatımızda müəyyən qədər, müəyyən faizlə yer vermək, tamlığında sənə həyatımızı sənə əllərə verək. İllıq olmaq olmur, ya Rəbb. Ya soyuq olmaq lazım, ya isti. Sən illığı qəbul eləmirsən, ya Rəbb. Sən ikili həyatı qəbul eləmirsən. Sən qərarsızlığı qəbul eləmirsən. Sən saya, kəmiyyəti işləmirsən, ya Rəbb. Sən dindarlığa işləmirsən. Sən ürəklər sənə tabi olsun və ürəklər sənin tamlığında həsr olsun. Yalvarıram sənə İslam, yalvarıram sənə, ya Rəbb. Qərarlı olmamıza, sənə hə deməyimizə yardım elə. Cəsarətli olmamıza yardım elə, ya Rəbb. Qorxmağa yox, dünyanı sevməyi yox, ya Rəbb. Sənə hə deməyimizə yardım elə. Sənə hə deməyimizə yardım elə, ya Rəbb. Sənsiz bunu bacarmaraq. Müqəddəs ruhun qoy bizi doldursun. Müqəddəs ruhun bizi təşviq etsin. Müqəddəs ruhun bizi aparsın, ya Rəbb. Çünki sənsiz həyat ölüdür, quraqdır, mənasızdır, puçdur. Boşdur, ya Rəbb. Nə elm, nə var dövlət, nə vəzifə, nə atsan, ya Rəbb, heç nə, ya Rəbb, sənin yerini verə bilməsin. Heç bir şey eləyə biləcəm, heç bir şey sənin qurbanınla müqayisə olana bilməz, ya Rəbb. Yalvarıram sənə İslam. Qoy sənin ardınca gedək, ya Rəbb. Bəhrəsiz ağac olmaya, bəhrə verək, ya Rəbb. Tövbə edirəm özüm üçün ki, bu gün əgər harada qərarsızlıq vermişəmsə, harada qorxu ilə addım atmışamsa, harada büdrəmişəmsə, ya Rəbb, tövbə edirəm özüm üçün, ya Rəbb. Yalvarıram sənə, İsa məni bağışla ki, bəzən mən də qorxuram, bəzən mən də büdrəyirəm, bəzən mən də dünyanı seçirəm, ya Rəbb. Yalvarıram sənə, bağışla məni. Minnətdaram sənin həmçinin ki, sən yaxşı bağbansan, ya Rəbb. Sən rəhmli bağbansan, ya Rəbb. Sən yenə də bizim üçün vəsatətçilik edirsən, yenə də bizə şans verirsən, yenə də bizə fürsət verirsən. Yalvarıram sənə, ata. Nə olar, qoy bəhrə verək. Ürəyimizi deyiş ki, qətiyyətli olaq, ya Rəbb. Yalvarıq sənə, İslam. Eşit duamızı, ya Rəbb. Yalvarıram sənə. Amin. Amin.